Xeyli əski zamanda vardı bir dağ dumanda, aşağısında balaca kənddə çoxdur orada qalanlar. Biz bu kənddə besbirdel hadisələr görmərik, təsərrüfat və malqaraydı məşğuliyyət gündəlik. Sakit əsər külək burada, sakit axar zaman, ən ağır iş tapmaq olar malqaralara saman. Səssizliyə baxma, çoxdur qəribə hadisələr, bir gün kəndə Basat adında Oğuz igidi gələr. Şir ürəkli bu cavan oğlan həm də əsil pəhləvan, tacirdi diyar gəzər, satar qılınc qalxan. Neysə kəndə çatır, bir-iki silah satır, neçə günlük yol yorğunu yıxılır orada yatır. Səhər kimsə çığırır, çadırın önünə yıxılır, Basat yuxudan oyanır, tez alaçıqdan çıxır. Öyrənir ki, yaxın dağda bir təpəgöz var, hər səhər bu kənd əhli nətin eləyir nahar. Basat deyir, adam əti yemək hansı qəlbə sığar, əsəbləşir, atına minir, tez çapır dağa.